Sənə verilən möhlət bitmək üzərədir. Nəfəs yolun hələ açıqkən, ayağın siratda büdürəmədən eşit. İmam Əli əleyhissalam buyurur: İnsanların ən çox aldananı Rəbbinə asi olandır. Xoşbəxt o kəsdir ki, başqasının səhvindən dərs alar, bədbəxt isə nəfsinin oyuncağına çevriləndir. Diqqətli ol, alov odunu yeyib bitirdiyi kimi, həsəd də imanı elə məhv edər. Yalandan uzaq dur, çünki yalan səni xarlıq quyusuna sürükləyir. Arzularına aldanma, onlar ağlın qatili, zikrin düşmənidir. Ömrünün qalanını qənimət bil. Bugün əməl var, hesab yoxdur. Sabah hesab var, əməl yoxdur.